Mən bu şəhərdə, bu rayonlarda boş-boş danışıb, işin kökünə enməyə beyni çatmayanlara da nifrət edirəm. Hamı ağız dolusu fərdi azadlıqdan, qızların yoldan çıxmasından, əxlaqsızlığın artmasından dəm vurur. Amma heç birinin ağlı çatmır ki, bu aynanı öz üzünə tutsun. Sizə bir həqiqəti deyəcəm. Süfrədə artıq qalan yeməyə milçək daşır. Bu gün qızların pis yola düşməsi dediyiniz şey əxlaq problemi deyil bəlkə də. Elə ən əsası insan israfıdır. Bizim gənc oğlanlarımız 30 yaşına qədər bir ev, bir maşın, şərait qurmaq üçün ömrünü iqtisadi cəhənnəmdə yandırır. Bizim gənc qızlarımız isə o 18 yaşından 25-30 yaşına qədər o şəraitli oğlanın yolunu gözləyərkən evlərdə, mətbəxlərdə çürüyürlər. Siz buna əxlaqsızlıq deyirsiniz, mən isə buna kasıbçılığın simptonu deyirəm. Biz tam liberal ölkə deyilik axı, bizim gənclərimiz evlənməlidir, ailə qurmalıdır. Amma siz gəncliyi kasıbçılıqla elə bir küncə sıxışdırmışsınız ki, o təbii tələbat artıq israf olunur. Ortada istifadəsiz qalmış gəncliyi oğurlanmış xeyli sayda insan qalır və bu boşluqda yaranan hər hansı bir yanlış əslində o insanların yox, onları bu kasıbçılığa məhkum edənlərin günahıdır. Siz nəticəni daşlayırsınız, mən isə səbəbi ifşa edirəm. Mənə mənəviyyatdan, dindən ya da əxlaqdan nağıl danışmayın Abdullayev. Kasıbın bazarı həmişə keyfiyyətsiz, vaxtı keçmiş, xarab olmuş və zəhərli məhsullarla dolular. Çünki kasıbın cibinə uyğun bazar ancaq zibil günündədir. Siz niyə demirsiniz ki, o qızlar pozulmur? Sadəcə evlərdə artıq qalırlar. Niyə demirsiniz ki, o gülürdü sonralar pulsuzluqdan, kasıbçılıqdan alınmır? Bəli, eynən qəssabın kəsdiyi ət kimi qarmaqdan asılı qalırlar. Onların müştərisi azdır. Gələnlərin də hamısı lazımlı olmadığından evdə qalırlar. Yəni, çoxsu seçməyə yaramır. Başa düşürsünüz, müştəri azdır Abdullayev. Ona görə də onlara gələn elçilərin hamısı ürəklərincə olmur. Amma yaxşı bir vəziyyət olsaydı, daha çox müştəri gələrdi və onlar da onlardan birini seçərdilər. Alıcısı olmayan o ətə, o gəncliyə, o gözəlliyə təbii ki, milçəklər daşacaq. Başa düşün, artıq bu cəmiyyətdəki əxlaq problemlərinin kökü daha çox mənəviyyatda deyil, mədədədir, cibdədir. Biz vaxtında ala bilmirik, məhsullar xarab olur. Bizim bazarımız cibimizə uyğundur. Sən ancaq cibinə görə ala bilərsən. Bizdəki bir çox qadın əxlaqı problemi əslində pulsuz müştərilərin, yəni gənc oğlanların vaxtında o əti ala bilməməsinin nəticəsidir. Məhsul vitrində qalanda iylənər. Cəmiyyət isə o iylənmiş gəncliyi günahkar elan edir. Sizin əxlaq dediyiniz şey əslində vaxtında bağlanmamış sövdələşmələrin qalıqlarıdır. İndi deyəcəksiniz ki, xeyr, namus insanın borcudur, maddiyyata yox, mənəviyyata bağlıdır. Deyəcəksiniz ki, ruzini Allah yetirir. Amma mən bu Allaha inanmıram, qaldı ki, onun ruzi verməyinə. Hətta Allah həqiqətən olsa belə. Hətta bizə ruzi yetirsə də, yerdəkilər o ruzini sözsüz ki, bizdən alır. Belə deyək ki, Allah ruzini uzadır, amma yerdəkilər bizə macal vermir ki, onu ala bilək. Bizim ən böyük axmaqlığımız bütün sahələri bir-birindən ayırıb görməməyimizdir. Başa düşmürsünüz ki, ən ağıllı adam mənəviyyata, sosiologiyaya və iqtisadiyyata eyni anda baxıb fəlsəfə quran adamdır. Bizi batıran odur ki, hərə öz sahəsində boğulur. Heç kəs bütün sahələri eyni anda görüb həqiqəti tapmır Abdullayev. Pullu müştərilərin bazarında ziyanlıq, batmış mal və keyfiyyətsizlik də olmaz. Hazırki dövranımızda küçə qadınlarının əksəriyyəti əslində vaxtı ilə bazarda müştəri üzünə həsrət qalan vitrində iylənmiş xarabətlərdir. Onlar pozulmuyor. Onların çoxu sadəcə vaxtında alınmayıb. Mənəviyyatınızın kökü mənliyinizdə deyil, cibinizdədir.